Salam dostlar, hər vaxtınız xeyir olsun. Daha bir onlayn yemək sifarişi videosuyla qarşınızdayım. Bu dəfə daha maraqlı bir yer tapmışam. Volt proqramında. Yerin adı Köz Manqal dönərdir və biraz gülməli menyuları var. Onu da göstərəcəm indi sizə. İlk olaraq onu qeyd edeyim ki, bu yerin reytingi o qədər də yüksək deyil. 7.6-dır Volt proqramında. Yeməyi gətirsinlər, özümüz baxarıq görək necə yerdir. Reytingi yüksək olmağa dəyərmi yoxsa yox? Və burada ən maraqlısı gülməli menyularının olmağıdır. Misal üçün, burada var ki, sırf Volt Plus üçün menyu Kebapitos adlı bir menyuları var. Deməli 4 ədəd buddur. Yanında düyü və yaxud çörək və kola hamısı bir yerdə 8 manat 50 qəpiyədir. Burada acılı səviyyələr var. Acılılıq səviyyəsini seçəndə acı olmasın, acılılıq 1-ci, 2-ci, 3-cü level və ay kişi öldür məni leveli var. Yəni ki, ən acısı ay kişi öldür məni. Mən onu seçmədim bu dəfə, çünki yeməyi israf eləmək istəmirəm. Biz burada acılı yemirik deyə. Sadəcə göstərmək istədim sizə. Sonra başqa bir menyuları var. Kombo tələbə menyusu. 3 köz toyuq dönər təndirdə, 3 ayran, 8 manat 99 qəpiyədir. Bir dənə bu menyudan sifariş verdim. Sonra közdə eko toyuq dönər menyuları var. Yəni ki, 3 manat 49 qəpiyədir bunun qiyməti. Başqa bir dönərlərinin adı Dəlixana dönərdir. Dəlixana dönərin qiyməti 9 manat 49 qəpiyədir. Yazılıb ki, dəhşət acsan, Dəlixana dönər götür. Doymuluğundan dəli ol. Dəlixana dönər toyuğun Dəlixana dərəcəsində porsiya üzrə təyin olunur. Biraz cümlələr qarışıqdır. Sonra tələbə menyusu var 2 manat 99 qəpiyə. Bir də ki, Defomin közdə bol bastırma dönəri var. Təkcə dönərin özü 5 manat 49 qəpiyə. Burada isə çox gülməli bir şey yazıblar. Ye, kayf tut. Birinci dəfədir ki, restoran menyusunda belə bir şey görürəm. Ye, kayf tut. Mayonez, soğan, bol toyuq, sumaq. Dadına baxın, inanılmaz dadlıdır. Qıpqırmızı toyuq. Bir dənə də bundan sifariş verdim. Görək kayf tuta biləcəyik yoxsa yox. Deməli dostlar, nə sifariş verdim? Bir daha deyirəm. Kebapitos menyusu sifariş verdim. Tələbə menyusu sifariş verdim. Bir də ki, Defomin közdə kayf tut dönər sifariş verdim. Yoxlayaq. Gəlsin yoxlayaq. Deməli dostlar, gətirdilər. Gördüyünüz kimi Köz Manqal dönərin 3 fərqli menyusu və üçünü də bir-birinə birləşdiriblər. Hələ ki təqdimat xoşuma gəlir. Əsas məsələ açaq görək içindəkilər nə məsələdir. Açaq. Deməli, birinci bu kiçik olandan başlayacağım. Burada ayranları qoyublar. Saf süd ayranlar. Bunu açıq. Sağ olsunlar, salfetkanı unutmayıblar. Bu mənim üçün müsbət bir şeydir. Deməli, bu dönərlər, çörəkli dönərlər. Bunlardan biri, daha doğrusu bunlardan üçü hansısa menyudur. 3 dənəli olan var idi. Biri həmin o endorfin deyəsən, o 5 manatlıq olan idi. Onun hansıdır, amma yazmayıblar üstünə. İndi hamısını açıb baxarıq, buna baxaq. Burada artıq keçiyor bud menyusuna. Bud menyusunun kolasıdır. Salfetka sağ olsunlar. Hətta orada çörək və düyü seçimi var idi. Çörək də qoyublar, düyü də qoyublar. Sağ olsunlar, bu adi çörəkdir. İndi bu dönərlərə bir baxmaq istəyirəm ki, görüm o 5 manatlıq dönər hansıdır? Bir dənə mənfi xüsusiyyət odur ki, onu yazmayıblar. Onu yazsaydılar əla olardı. Məncə budur. Bu həmin o 5 manatlıq dönərdir. İndi bunu da yoxlayacağım, onu da. Və indi isə keçək bunları yoxlayaq. Burada deməli, həmin o budlardır. Bud, qəşəng soğanını qoyublar, qəşəng kabab. Yəqin ki, bu kabab deyil, bəlkə kababdır, bilmirəm. Onu kabab olaraq yazardılar yəqin ki. Və bu da
Bu isə düyüdür. Düzdür, düyü azdır amma şikayət eləmirəm. Gəlin başlayaq bir-bir yoxlamağa. Birinci bu düyünün dadına baxaq. Pis deyil, normaldır. Deməzdim ki, həyatımda yediyim ən qəşəng düyüdür, amma yəni normaldır. Sonra bu budlara baxırıq indi. Deməli, budu əlimlə götürəcəm. Mən heç vaxt budun dərisini yemirəm, ona görə belə çıxardım. Əslində dadlıdır. Əslində dadlıdır. Yəni ki, dostlar, bir şey də qeyd edelim ki, bu əməkdaşlıq deyil, ödənişli deyil. Özüm belə maraqlı yerləri çəkib paylaşıram. Yəni keçən dəfə piraşki paylaşmışdım, piraşki. Onun altında yazdılar ki, əməkdaşlıqdır. Dostlar, əməkdaşlıq olanda mən onu qanunən deməyə məcburam ki, əməkdaşlıqdır. Amma həqiqətən ödənişli reklam deyil bu. Toyuq da deməzdim ki, həyatımda yediyim ən dadlı toyuqdur, amma orta baba. Yəni bu qiymət kateqoriyasına görə yəni ki, normaldır. İnsanı doyuzduracaq bir şeydir. İndi mən istəyirəm bu birinci sadə dönərlərinin dadına baxım. O tələbə menüsü sifariş vermişdim və onların dadına baxım. Gördüyünüz kimi bu sadə dönərlərinin də, toyuqlu dönərin də içi boldur. Yəni ki, xəsislik eləməyiblər. Bunun dadına baxaq. Dadlıdır dostlar, həqiqətən də dadlı dönərdir. Biraz soyuyub, onda qınamıram onları. Yəni ki, tez-tez. Dadlıdır. İndi isə keçirik o 5 manat 49 qəpiyə olan Defomin dönərin dadına baxmağa. Bu gördüyünüz kimi hər iki tərəfi bu şəkildə qapalıdır və içərisini doldurublar. Dadına baxaq. Bəli dostlar, həqiqətən də içərisini doldurublar. Yəni ki, daha boldur digərindən. Amma deməzdim ki, böyük bir fərq var. Yəni biraz daha doldurublar, yəni. Dönər yersinizin bütün yanında ayran da olmalıdır. Ayranlarına baxırıq. Dadlıdır, həqiqətən. Bəli dostlar, köz dönərin menyularını sınadıq. Mən deyərdim ki, orta təbəqə dadı olan bir yerdir. Yəni ki, təmizlik barəsində filan heç bir problem görmədim. Hər şey yerindədir. Salfetka qoymağı da unutmayıblar. Düyü yemək üçün çəngəl qoymayıblar, onu mənfi tuta bilərəm. Amma ümumi belə götürəndə mən deyərdim ki, 10 üzərindən 7 verərdim elə. Elə Voltdakı ulduz kimi 10 üzərindən 7 verərdim. Yenə sifariş eləyəcəyim bir yerdimi? Bəli, sifariş eləyərəm yenə. Amma belə deməzdim ki, yediyim ən dadlı yerdir, amma orta öz qiymətinə görə yaxşı yerdir. Qeyd etdiyim kimi əməkdaşlıq deyil. Siz də yoxlamaq istəyirsinizsə yoxlaya bilərsiniz. Nuş olsun. Başqa belə yerləri, maraqlı yerləri çəkməyimi istəyirsinizsə rəylərdə yazın.